mən başıma anan külünü töküm. Nikolya. Ay Allah, mən nə cavab verim? Allah. Ay Nikolya. Az ölmüşəm, gəl götür məni yerdən. Uy ay Allah. Ay Allah, mən nə verəcəm? Mən nə cavab verəcəm? Ay Allah. Nə olub az? Bu nə sir sifətdə? Niyə ağlayırsan? Keç otur. Qaça-qaça nə tər gəldim, heç bilmədimi? Otur görüm. Nə olub, hə? Niyə ağlayırsan, hə? Müska. Ərvə nəsə olub? Xəyanət eləyib sənə. Təhqir eləyib səni. Pul gizləyir səndən. Azan əlacı var. O səndən pul gizləyir. Sən də hər gecə xəlvətcə giyirsən cibinə. Götürsən pulunu, qoyursan qırağa. Bu deyil, mən hər gecə özümki cibindən götürürəm pulu. Heç xəbəri də olmur. Azanı görə narahat olma. Mündicim niyə ağlayır? Az yox, Azı məndən pozat gizlətmir. Onda niyə döyüb səni? Az yox, mən bunu vurdum. Sən döymüsən. Belədir ki, günahı olub, döymüsən də. Burada nə var ki? Bax, bu bacın dağ kimi dayanıb sənin arxanda. Sən ölüncə tək qoymaram, mən sən narahat olma. Az elə bir saatı danışırsan. Az niyə başa düşmürsən? Az mən bunun maşınını vırıb xırtxəşir eləmişəm. Maşını? Bağışla sizin, mən o məsələyə müdaxilə eləmərəm. Mən sizə səll elə. Az bəs deyirdim, mən heç vaxt tək qoymayansan. Başqa məsələlər də ola bilər. Amma maşın məsələsi həll olunmazdı. Kişi səni atıb öldürəcək, bu bir mənalıdır. Mənim səninlə bircə rəhmətə getməyə halım yoxdur. Az mən nə ayrım bir nəsə dedi ana. Gəl onda sənə bir məsləhət verim. Bu dizimi qəbul elə. Az bu dizimi niyə qəbul edirəm? Gözlə də, indi bu dizlərə görə insanlar öləndən sonra təzədən yaşayırlar. Ola bilər bu fikir sənə rahatlıq verər. Təsəlli taparsan ki, məndən uzaq. Yox, ay qız məndən uzaq. Əgər getsən zəng elib əlbə deyəcəm ki, hər gecə onun cibinə girirsən, pul oğurursan, üstəlik gizlənirsən. Ay sənə güvəndiyim dağlar. Sən ilanıymışsan ki, mən sənə gəlib burada ürəyimi açırdım. Yaxşı, yaxşı. Mənə bax, özünü təbii aparırsan. Nə olsa təbii olursan. Sanki heç nə olmuyor, heç bir şey eləməmsən. Yaxşı, rahat olursan, relaks olursan. Yaxşı. Ay Allah, Müska gəldi. Tamam, bizim ay ben yok. Təbii ay, təbii. Adı Müska. Can ey can. Ay Allah əzizim gəldi. Evimin direği gəldi, ürəyim gəldi. Az bəsdir. Mən də darıxmışdım. Nə olub axı? Ay Allah, sənə qurban olaram. Cəmaatın arvadı günü-gündən ağıllar verir. Mənimkinin başı qaçır. Demirim, özünü təbii apar. Demirim. Can, yorulmusan işte eləmə ay aşkım. Aşkım? Az bu kimdir? Mən siz yol keçirdim, nə tərsən? Ha, yolu bizim evdən keçir bu. Hə də, sizdeydim də. Ha, sizdən nəsə gözüm su içmir ha mənim. Nə məsələdir? Nə baş verir? Məni yoldaşım gözləyir, mən getməliyəm. Allah gözü avand eləsin, mənlik dör. Telefonu suya batırmısan? Evi otlamısan? Az pişiyimiz xəstələnib, nə oldu? Allah uzaq eləsin. Yo, Maşını əzmisən? bugün o qədər yorulmuşam ki, gəl görəsən. Gidək yataq da. Az saat 8-dir, hələ bu vaxtı nə yatmaq? Bu vaxtı yatansan sən. Sual verdim sənə. Maşını əzmisən yenə. Yüngülcə. Elə-belə cızıq düşüb, bax, elə-belə. Sən keçən dəfə dedin, yüngülcə, elə-belə cızıq düşüb. Sonra məlum oldu ki, marketə girmisən maşından. Neynəməliydim, qabağıma pişik çıxmışdı da, pişik vurub əzməliydim. Po! Ay qardaş, mənə çatmır, nə tər oldu? Sən yolda idəndə bu boyda pişik görə bilirsən, bu boyda marketi görə bilmirsən yəni? Hadi yaxşı da əsəbləşmə. Bir işdi da gəldi başıma. Nə alaydım indi? Yaxşı, gəl otur. Gəl otur bura. Orası elədir. Hamının başına gələ bilər. Amma əsas odur, sığorta var. Dəyən ziyanı qarşılayacaq. Amma deyirəm, nə yaxşı ki, sığorta var, hə? Yox. Hə. Yox. Hə. Ay mama. Ay Allah. Ay Mən Allah. sənə dünən sığortanın pulunu vermişdim, ödəyəsən. Ödəməmsən sığortanı. Vallahi ödəyəcəydim. Billah ödəməyə gedirdim. Nə oldu Sonra bə? salona getdim, saçımı kəstirdim. Ondan sonra gec oldu.
Ödeyə bilmədim. Səni keçəli qalasan elə. Sənin başın qaçıb. İndi sığortadan qara qəpik də ala bilməyəcəm. Çarı ver bura. Çarı ver. Ay sağ ol. Ağlın gələr başına. Maşınsız qalarsan ağlın gələr başına. Mən bircə gün işə maşınsız getmişdim. Səni öz əllərimlə diri-diri bastıraram. Toxunmusan mənim Range Roverimə. Ay Allah, nə olar toxunmasın. Beni başa düşmədim mən. Yoldaşın deyiləm, Bir dənə dəmir parçası məndən üstün oldu indi sənə. Birincisi, mən o dəmir parçasının puluna 20 dəfə toy eləyərəm. Başa düşürsən? Gəl, yaxşı. Başdan danışaq sakit-sakit. Bərk vurmusan maşını? Vallahi elə belə deyil. Cızıq deyil. Hara vurmusan? Deməli, bu binanın həyətindən çıxırdım. Heç nədən çıxandan sonra gedib vurdum. Bəs salam. Yox. Arda da var elə. Hə da, bunu vurandan sonra da bu şlaqbamı keçdim. Tərslikdən gəldi, maşın söndü. Hansı şlaqbam? Ay qız, bizim binanın həyətində şlaqbam yoxdur axı. Hayır, mən binanın həyətində şlaqbamı demirəm. Yox, şlaqbam. Şlaqbam. Ay mama, ay Allah. Bunu uşaqlar dəmir yolundan gətirdilər. Dedim, bəlkə lazım olar. Bəlkə yox. Lazım olacaq. Niyə? Amma bir nəfərin məzar daşına xatirə üçün. Xatirə üçün. Birinci siz öz komandanıza fikrinizi bildirin zəhmət olmasa. Birinci qızım, bura səhnədir. Sən məşq eləyəndə görmürsən ki, sənin ayaqqabın takka-tak səs eləyir. Sən bir yumuşaqsan, evdəsən. Bir yumuşaq çüvyak ayaqqabı giyinə bilərdin. Həm qaçanda sənə mane olmasın. Bədəninin quruluşunla ayaqqabın səni tamam tərs mütənasibidir. Bu bir. İkincisi, sən saçımı kəstirmisənsə, bütün oyun boyu sənin əlin saçlarında oldu, bax belə. Bax beləsən, 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 beləsən. Bu, bilmirəm, sən bu evin gəlinisən, bu evin arvadısan, ayrı bir işin yoxdurmu saçını əlləməkdən başqa? Mən belə şokdayım, valla, doğrudan da. Amma oğlanın, bilmirəm, siz də fikir verdiniz, oğlanın münasibətləri xoşuma gəldi, çox oynadı belə. Axırıncı qaçmağın zadın biraz bitər gəldi, amma obraza girdin sən. Amma ki, düz danışmaq lazımdır, mənim xoşuma gəlmədi. Nə yerişin, nə oynadığın obrazı bilmirsən. Elə bir dənə bilirsən ki, bunu belə eləyəndə deməli nəsə həyəcanlanırsa. Həyəcanlanmaq bilirsən nə qədər olur. Ürəyin gedə bilər. Bir dəfə əlimi ürəyivə qoyun, ay Allah, mən nə eləyəcəm? Bir daha başıma qapaz vuraydın, sən bu qədər maşınların ikisini əzmisən. Saçlarınla sən öz hissiyatını göstərəməzsən, qızım. Saç eləmək demək, sən harasa gedirsən, saçını dəqiqədə əlləyirsən, düzəldirsən. Sən bütün oyun boyu saçlarını düzəltdin. Elə bax, çıxartdın belə, yalan deyirəm, bəlkə mən yalan görmüşəm. Allah, mənim fikrim bu. Bu balaca qızımız da pis deyildi, amma rolünün balaca bir şeydi. Sən də təbrik edirəm oğlu, sənin o obrazı tərəf müqabilindən çox şey asıldı. Mən səni başa düşürəm. Qızınız çox zəif idi, sən də elə, bax sənin ona qarşı getməyin onu biraz dəyişdirə bilərdi, amma o da olmadı. Yəqin çox məşq eləməyiblər. Ümumiyyətlə Sən də, o da, o ayaqqabı ilə səhnəyə, taqq eləyən ayaqqabı ilə səhnəyə çıxmadı. mane olur. Göyçay videolarında çox məharətli videolar çəkib bizə təqdim edən bir komandadır. Yəni, Video ayrı şeydir, qurban olum sənə. ay sağ ol. Bu uşaqlar peşəkar deyirlər ki, Braham, sizin sözünüzdə böyük bir həqiqət var.
Yəni bunlar səhnə, aktrisalığı, bunlar hələ aktrisalığı, aktyorluğu oynayırlar. Hələ bunlar dərk eləmirlər ki, onun içində nə var, partnyor nədir, reaksiyaları necə vermək Bunları lazımdır. kimsə hazırlayıb da bunlarla. Əlbəttə ki, Tapşırılıbdır, yəni kimsə hazırlıqdır. biraz başı çıxan hazırlayıb. Səhnəcikdə deyildiniz. Siz baş verən hadisədə deyildiniz. Siz senari yazılıb, 2 maşın vurulub burada, qadın ərindən icazəsiz maşınları tələf Amma olmuş eləyib. hadisələrdə ola bilir Amma də. olmuş hadisələrdə olur, amma siz bu hadisənin içində deyildiniz. Sözləri əzbərləmisiniz, ay Allah, bir də ki, sən çox baxırsan münsiflər heyətinə, çox. Kablukun səsi Kablukun çox səsi mane mənim beynimə oldu. düşdü, Allahın olsun. Biraz jestlərin hələ tamamlanmamış bir jestlər idi, tamamlamırdın, yəni bilmirdin əli hara qoyarsan, necə eləyərsən, yəni tək oğlanla səhnə dola bilməz. Dola bilər, əgər mono tamaşa versə, əgər tək bir aktyorun tamaşasını versə. Tək əldən səs çıxmaz, axı biz onun əziyyət çəkdiyini görürük. O hərdən öz tekstini də yaddan çıxardır, öz oyununu da yaddan çıxardır. Bizi səhnədə Ondan üç da nəfərdirlər. biz şey yoxdur Kübra 3 xanım. nəfər, bəli. O teatrda da bu böyük bir bədbəxtçilikdir, əgər partnyorun yoxdursa, bu filmdə də belədir. Hə, Ona görə də ona çətin gəlir. çox çətin gəlir. Mən sənə çox gözəl başa düşürəm. Zəif idi Kübra xanım. Təşəkkür dediyi edirik kimi. dostlar. Uğurlar. Yolunuz açıq olsun.